Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Dost-TV'nin efirində xoş gördük. Dövlət Məşğulluq Agentliyi ilə Dost-TV'nin birgə layihəsi olan İş Saatını izləyirsiniz. Məşğulluq sahəsinə dair ən son xəbərlər və yeni bir mövzumuz ilə qarşınızdayıq. Bugün İş Saatında işə düzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə dair vahid informasiya bazasının yaradılmasından danışacağıq. Ümumiyyətlə, bu baza hansı məqsədlə yaradılıb? İşə düzəltmədə vasitəçilik fəaliyyəti həyata keçirən hüquqi şəxslər kimlərdir? Bu barədə qonağımızla birgə ətraflı söhbətimiz olacaq. Bəs geridə qoyduğumuz həftə ərzində nələr baş verib? Əmək və məşğulluq alt sistemində yeni modul istifadəyə verilib. Dövlət Məşğulluq Agentliyi 2025-ci ildə 567 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib. Daha ətraflı həftənin xəbər xülasəsində. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işə düzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə dair vahid informasiya bazasının yaradılması məqsədi ilə Əmək və Məşğulluq alt sistemində işə düzəlmədə vasitəçilik modulu istifadəyə verilib. Bununla da əmək bazarında şəffaflığın artırılması, iş axtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi məqsədi ilə həmin hüquqi şəxslərin reyestrinin aparılması və işə düzəlmədə vasitəçilik fəaliyyəti üzrə hesabatlıq prosesi elektronlaşdırılıb. Hüquqi şəxslər Dövlət Məşğulluq Agentliyinin rəsmi veb səhifəsindəki reyestr bölməsi vasitəsilə də keçid edərək əmasın bu xidmətindən istifadə edə bilərlər. Dövlət Məşğulluq Agentliyi 2025-ci ildə 567 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib. Onlardan 189 min şəxs münasib işlərlə təmin olunub. 16.800 şəxsi isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünü məşğulluq proqramına cəlb olunub. 2025-ci ildə 18.400 işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil olunub. 343 min şəxsə isə peşə yönümlü xidmətlər göstərilib. Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və iş axtaran şəxslər üçün Bakıda növbəti əmək yarmarkası keçirilib. Aktiv məşğulluq tədbirində 18 işə götürən tərəfindən 216 vakansiya təqdim edilib. Vakansiyalara müraciət edən şəxslərə vakansiyaların tələbləri, işə qəbul qaydaları barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb. Məşğulluğun təşviqi üzrə görülən işlər təkcə paytaxtla məhdudlaşmır. İşə götürənlərlə görüşlər, yeni əməkdaşlıq imkanları, peşə hazırlığı kursları, əmək yarmarkaları və s. Bütün bu işlər işğaldan azad olunmuş ərazilərimizdə də aktivdir. Regionlarda həyata keçirilən tədbirlərlə davam edirik. Davam edirik. Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan məşğulluğa dəstək layihəsi çərçivəsində Vətən müharibəsi iştirakçısı Qulam Hüseyn Mirzəyev kiçik foto atelye zərfi üzrə aktivlərlə təmin olunub. Dövlət dəstəyi ilə öz işini quran qəhrəmanımız yeni layihələrlə biznesini daha da genişləndirməyi hədəfləyir. 2020-ci ildə oktyabrın 1-i könüllü olaraq Vətən müharibəsinə qatılmışam. Cəbrayıl, Quba adlı istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Cəsur döyüşçü və bir neçə dənə dövlət tərəfindən medalına təltif olunmuşam. 2020-ci ilin dekabr ayında geri dönüş eləmişəm və Məşğulluq Agentliyindən növbədən kənar dəvət ediblər məni və kiçik foto atelyenin avadanlıqlarla təmin ediblər. Və 4 ildə artıq avadanlıqlarla təmin olmuşam və kiçik biznesimi böyüdüb inkişaf elətdirmişəm.
Bizim öz avadanlıqlarımız yox idi. Biz icarəyə götürürdük. Məsəl üçün günü 30 manata, 40 manata, 50 manata və bizə böyük təkan oldu ki, biz öz şəxsi aparatımız oldu. Büdcəmizi artıraraq və yeni texnologiyaya, məsələn, həmin aparatlar hələ də durur və biz artıq Avropa standartlarına uyğun yeni texnologiya ilə təmin olunmuşuq. Bəli, bizə o böyük bir dəstək və təkan olub. Uşaqları çəkirəm, bağça uşaqları çəkirəm, yaş çəkilişləri çəkirəm və 160 minlik YouTube səhifəm var və Cənub zonasında bir neçə məşhur müğənnilərin klipləri məhz bu studiyada çəkilir. Gələcək planlarımız əlbəttə ki, özümüz üzərimizdə işləmək və böyütmək, biznesimizi daha da böyütmək və yeni proyektlərimiz, layihələrimiz var. Efirimiz davam edir, hörmətli tamaşaçılar. Qeyd elədiyim kimi, bugün işə düzəltmə vasitəçilərindən və eyni zamanda işə düzəltmədə vasitəçilik fəaliyyəti həyata keçirən hüquqi şəxslər üçün yaradılmış yeni bir bölmədən danışacağıq. Əmək və məşğulluq alt sistemində yaradılmış bu bölmə nə üçündür? Vasitəçilər bundan necə istifadə edə bilərlər? Üstünlükləri nədən ibarətdir? Bu barədə qonağımızla ətraflı söhbətimiz olacaq. İş saatının bugünkü qonağı Dövlət Məşğulluq Agentliyinin Sosial Tərəfdaşlarla İş Departamentinin müdir müavini Vüqar İmanovdur. Xoş gördük sizi Vüqar bəy, xoş gəlmişsiniz. Xoş gördük xanım, xoş gördük. Vüqar bəy, yeni bir yenilikdən danışacağıq. Əmək və məşğulluq alt sistemində belə desə yeni bir bölmə yaradılıbdır və bu da işə düzəltmə vasitəçiləri ilə bağlıdır. Bu haqda danışacağıq, amma ondan əvvəl işə düzəltmədə vasitəçilik fəaliyyəti həyata keçirən hüquqi şəxsləri kimlərdir, onlar hansı fəaliyyətləri yerinə yetirirlər, bu barədə açıqlama verək. Sizin də qeyd edildiyiniz kimi ilk növbədə biz artıq ötən həftədən bu prosesə başlamışıq. İşə düzəltmədə vasitəçilik fəaliyyətlə məşğul olan hüquqi şəxslər sırf hansı ki birbaşa olaraq öz qeydiyyatlarını hüquqi şəxs kimi qeydiyyatdan keçmiş və fəaliyyətlərində vasitəçilik fəaliyyətini seçmiş işə götürənlər bu fəaliyyətlə məşğul ola bilirlər. İşə düzəltmədə vasitəçilik fəaliyyətlə məşğul olan şəxslər də birbaşa olaraq vətəndaşların işlə təmin edilməsində mühüm rol oynayanlar. Lakin sadəcə burada ilk növbədə bildirdiyim kimi bu prosesdə hüquqi şəxslər daha çox bu istiqamətdə fəaliyyətlə məşğul olmalıdırlar və proses bu istiqamətdə tənzimlənir. İşə düzəltmədə vasitəçilik fəaliyyətlə məşğul olan hüquqi şəxslər də vətəndaşların işlə təmin edilməsində hansı rolları oynayır? Onlar da öz çərçivəsində ay ərzində mütəmadi olaraq onlara müraciət edən vətəndaşlar olur. Onlar həmin vətəndaşların məlumatlarını toplayır və onlara öz iş yerlərini təqdim etmiş işə götürənlərə bu prosesi aparmaqla vətəndaşların işlə təmin edilməsində rol oynayırlar. Bu çərçivədə də işə düzəltmə vasitəçiliyi fəaliyyətlə məşğul olan hüquqi şəxsləri də agentlik olaraq müəyyən bir vahid platforma altında toplanılması və həmin platforma ərzində vətəndaşların da ümumi olaraq ölkəcə hansı işə düzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan şirkətlər var, hansıları daha dayanıqlı və etibarlıdır. Bu çərçivədə məlumatlandırmaq məqsədi ilə qeyd ediləniniz kimi əmək və məşğulat sistemində işə düzəltmə vasitəçiliyi ilə fəaliyyətlə məşğul olan hüquqi şəxslər üçün müəyyən bir platforma, reyestr formalaşdırmışdıq. Bu reyestrin mahiyyəti nədən ibarətdir və hansı üstünlükləri var, hansısı həm işə götürən, həm vətəndaşa nəyi özündə məlumatların toplanmasında və məlumat maddəsi nəyə etibar edir? Mən bu barədə məlumat vermək istərdim. Ümumi olaraq işə düzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan işə götürənlər bu fəaliyyətlə məşğul olmaq üçün ilk növbədə qeydiyyatdan keçərkən iqtisadi fəaliyyət növündə vasitəçilik fəaliyyəti olmalıdır. Daha sonra isə bu fəaliyyətini daha da ümumi olaraq rəsmiləşdirmək üçün Dövlət Məşğulluq Agentliyindən qeyd etdiyimiz platforma vasitəsilə müraciət edilərək elektron qaydada biz ona qısaca reyestr deyirik. Reyestrdən qeydiyyatdan keçməlidir ki, daha sonra bu prosesi öz-özlüyündə tənzimlənsin və mütəmadi olaraq Dövlət Məşğulluq Agentliyi məlumat mübadiləsini apara bilsinlər. Bununla paralel bu reyestrin üstünlüyü bir növdə ondan ibarətdir ki, qeyd olunan çərçivədə işə düzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər mütəmadi olaraq ay ərzində ilk növbədə qeyd etdiyim kimi onlara vətəndaşlarımız müraciət edir. Həmin müraciətlərin də hesabatlığını müəyyən etmək və məlumat mübadiləsini təmin etmək məqsədi ilə də reyestrə müraciət edərək ay ərzində onlara kimdən ki, hansı vətəndaşlar müraciət edib, sayları nə qədərdir, nə qədər vətəndaşı işlə təmin ediblər, nə qədər vətəndaşı ümumi olaraq müraciətlərini qəbul ediblər. Bu barədə məlumatları elektron qaydada məlumat mübadiləsi əsasında Dövlət Məşğulluq Agentliyinə ötürə bilirlər. Vətəndaşlarımız üçün də bu reyestrin də mühüm xüsusiyyəti vardır ki, biz həmişə demək olar ki, ətrafımızda və ümumi olaraq digər müəyyən sosial şəbəkələrdə görə bilirik ki, vətəndaşlar müəyyən müddət aralığında hansı ki, bu sahə üzrə fəaliyyətlə məşğul olan şirkət tərəfindən aldadıldığını və ya müəyyən sahədə dələduzluğa qarşı gəldiyini görə bilirik. Bu bir növ vətəndaşlara da daha ümumi olaraq sırf işə düzəltmədə vasitəçilik fəaliyyətlə məşğul olan hüquqi şəxslərlə işlə təmin edilmədə həmin vasitəçilərə müraciət edəcəyi təqdirdə ilk növbədə agentliyə
ümumi olaraq baxaraq ki, həqiqətən bu vasitəçilik rəsmi olaraq qeydiyyatdan keçmiş vasitəçilikmi, etibarlı vasitəçilikmi, vətəndaşlarımız da bu prosesdə həm reyestrdən istifadə etməklə, yəni həmin reyestrdə olan məlumatlar da birbaşa olaraq Dövlət Məşğul Agentliyinin rəsmi internet səhifəsində də yer almaqdadır ki, hansı işə düzəltmədə vasitəçilik fəaliyyətlə məşğul olan hüquqi şəxslər qeydiyyatdan keçmiş, hansılar reyestrdə vardır. Bundan istifadə etməklə, yəni istədiyi təqdirdə də həmin vasitəçilərə müraciət edə bilirlər. İşə düzəltmə vasitəçiləri ilə bağlı məsələ həmişə gündəmdə olur. Sizin də qeyd etdiyiniz kimi bəzən belə müraciətlər, xəbərlər yayılır ki, vasitəçiyə müraciət elədim, pulumu götürdülər, amma nəticə etibarilə işə düzəlmədim və s. Yəni bu müraciətlərin müxtəlif növləri yayılır, biz bunu görürük. Vətəndaşlar həmin reyestrə daxil olundu. Bu arada reyestr Dövlət Məşğulluq Agentliyinin saytında dma.gov.az saytında reyestrlər bölməsindədir. Artıq bir müddətdir ki, bu yaradılıb, bir neçə ildir bu reyestr var. Orada girən vətəndaş, belə başa düşürəm ki, bu həm vətəndaşın əminliyi üçündür ki, əgər bu reyestrdə bu vasitəçi varsa, deməli ki, o fəaliyyətini hüquqi əsaslarla qurub, tam olaraq qanuna uyğun fəaliyyət göstərir. Burada bir şübhəli məqam yoxdur. Vətəndaş ümumiyyətlə orada hansı məlumatları görür? Reyestrə daxil oldu. Bundan əmin olmaq üçün hansı məlumatları o görür, qarşılaşır? Ümumi olaraq orada şirkətə, iş yeritinə aid olan məlumatlardan, açıq məlumatlardan bəhs edə bilirik ki, şirkətin yarandığı tarix, ümumi olaraq qeydiyyat tarixi və şirkətə aid digər məlumatları görməsi mümkündür. Ən azı, ən əsası da sizin dediyiniz kimi, həmin şirkətlər, işə götürənlər demək olar ki, rəsmi olaraq qeydiyyatdan keçmiş və agentlikdə ümumi olaraq reyestrdə bütün hüquqi tələblərə cavab verərək reyestrdə qeydiyyatdan keçmiş və məlumat mübadiləsini aparan vasitəçilərdir. Biz də vətəndaşları ilk növbədə əgər bu vasitəçilərdən istifadə edəcəyi təqdirdə agentlikdə olan reyestr bölməsinə daxil olmaqla həmin işə götürənlərin qeydiyyatdan keçib-keçmədiyi barədə məlumatı ilk növbədə yoxlamalı, daha sonra isə istədiyi təqdirdə vasitəçilərə müraciət etməyi tövsiyə edirik. Amma bununla paralel bilirsiniz ki, ümumi olaraq Dövlət Məşğul Agentliyinin regional məşğulluq filialları, ümumi olaraq Bakı şəhərində də hansı ki, müəyyən ərazilərdə dost mərkəzləri fəaliyyət göstərir. Vətəndaşlarımız həm regional məşğulluq filiallarına, həm ümumi olmayan xidmət şöbələrimizə, həm də dost mərkəzlərinə müraciət etməklə aktiv məşğulluq tədbirlərindən də müraciət edə bilərlər. Bununla paralelində sırf vasitəçilərlə bağlı onlara müraciət etmək istəyirsə də, ilk növbədə tövsiyəmiz hansı ki, rəsmi olaraq qeydiyyatdan keçmiş və ümumi olaraq öz, belə deyək də, hüquqi tərəfdən bütün sənədləri və qanunverici tərəflərinə riayət edən vasitəçilər barədə məlumatla tanış olub, daha sonra da həmin vasitəçilərə müraciət edə bilərlər. Baxmayaraq ki, Dövlət Məşğulluq Agentliyi də işə düzəltmədə vasitəçilik fəaliyyəti həyata keçirən bir qurumdur. Digər vasitəçilərdən də əmin olmaq üçün belə bir reyestr yaradılıb. İndi isə yenilikdən danışaq, elektronlaşmadan, hansı ki, Əmək və Məşğulluq alt sistemində işə düzəltmədə vasitəçilik modulu istifadəyə verilib. Bu modulun əsas fəaliyyəti nədən ibarətdir? Ümumiyyətlə, hardan belə bir zərurət yarandı ki, belə bir modul istifadəyə verilsin, belə bir elektronlaşma həyata keçirilsin? Bu vasitəçilərin işini və yaxud da ki, digər tərəf olaraq Dövlət Məşğulluq Agentliyinin işini hansı dərəcədə asanlaşdırır? Ümumi olaraq iş başdan belə deyim, sonuncu hissənizdən verdiyim sualdan sonundan başlamaq istərdim ki, burada əsas asanlaşma birbaşa olaraq məlumat mübadiləsinin artıq elektronlaşma üzərindən olduğunu aparılmasından irəli gələn zərurətdir. Belə ki, qeyd olunan platforma Əmək və Məşğulluq sistemindədir və həmin platforma elektron platforma olduğuna görə bütün məlumatların mübadiləsi elektron qaydada həyata keçiriləcəkdir. Ən asanlaşmanı bu barədə deyə bilərik ki, artıq əlavə kağız üzərindən yazılışma və hər hansı bir hesabatın kağız üzərində təqdim edilməsi, onun müəyyən bir vaxt ərzindən sonra digər bir hal kimi təqdim edilməmə hallarının qarşısını almaq məqsədi ilə birbaşa olaraq işə götürənlərin şəxsi kabinetlərindən istifadə etməklə, əmək və məşğulluq sisteminə keçid etməklə, hansı ki, fəaliyyətində işə düzəltmə vasitəçilik fəaliyyəti varsa, sırf həmin işə götürənlərin birbaşa müraciət edərək qeydiyyatdan keçmələri, qeydiyyatdan keçdikdən sonra isə hər ayın 5-nədək müəyyən qaydada sadaladığım kimi ona müraciət edən şəxslər barədə, həmin şəxslərdən işə düzələnlərin müəyyən çərçivədə peşəsi, ixtisası, təhsili barədə məlumatların elektron qaydada təqdim edilməsindən asılıdır. Bu sadaladıqların biraz qarşı tərəfi işə götürənlərə çox gələ bilər, amma burada hər bir məlumat elektron informasiya sisteminə bağlı olduğuna görə burada birbaşa olaraq vətəndaşa dair məlumatlar sistemli şəkildə elektron informasiya məlumatı əsasında formalaşır. Sadəcə işə götürənlər öz şəxsi kabinetinə daxil olmaqla, elektron və ya asan imzası ilə daxil olmaqla ilk növbədə reyestrdən qeydiyyatdan keçməli. Daha sonra isə hər ayın 5-nə qədər ona müraciət edən işə vətəndaşlarımız barədə məlumatları da elektron qaydada təqdim etməklə hesabatlığı təmin etməlidirlər. Bu işə götürən tərəfində olan birisi tərəfdir. Dövlət Məşğulluq Agentliyi də bir növ belə deyə bilərik ki, vahid bir sistem üzərindən artıq işə düzəltmə vasitəçilik fəaliyyətlə məşğul olan hüquqi şəxsləri
elektron reyestrin formalaşdırılmasına aparır. Ölkədə bu sahə üzrə nə qədər işə götürən var, hamısını vahid bir platform ətrafında toplayır. Onların ümumi olaraq aylar ərzində müraciət edən vətəndaşlar onların işlə təmin edən barədə nə qədər şəxsin işlə təmin edilməsi barədə məlumatları toplayır, analiz edir. Ümumi olaraq da məşğulluq siyasətinin formalaşmasında da bu kimi tipli analizlərdən də istifadə edərək əmək bazarında da digər aktiv məşğulluq tələblərinin formalaşdırılmasında da qeyd edildiyimiz həm elektronlaşmadan, həm də digər aktiv məşğulluq tələblərindən də istifadə edə bilirik. Vüqar bəy, ümumiləşdirsək, bu modulun əsas üstünlükləri olaraq nəyi qruplaşdırmaq olar? Əsas olaraq elektron olduğuna görə və əmək və məşğulluq sistemindən olduğuna görə bir növbədə elektronlaşma, 2 məlumat mübadiləsi, 3-cü isə vətəndaşlarımızın artıq açıq şəkildə ölkə üzrə fəaliyyət göstərən işə götürənlərdən, yəni işə düzəltmədə vasitəçi fəaliyyətlə məşğul olan hüquqi şəxslərə daha ceviş, daha belə deyim, real vaxt rejimində tanış olmalarına gətirib çıxardılacaqdır ki, onlar da öz dediyimiz qaydada, əgər həmin işə götürənlərin xidmətindən istifadə ediləcəyi təqdirdə isə ilk növbədə artıq biləcəklər ki, bu həqiqətən rəsmi olaraq qeydiyyatdan keçmiş vasitəçidir, yoxsa yox. O da öz fəaliyyətində istifadə etməyi təqdirdə də vətəndaşlar hər hansı bir vasitəçiyə aldadılmamağın qarşısının alınması və şəffaflıq tərəfində də mühüm rol oynayacaqdır. Vətəndaşların amma istifadə eləməsi üçün, görməsi üçün reyestrlər bölməsində bu reyestr olduğu kimi qalır. Bəli. Əmasda yaradılmış hissə vasitəçi və həm də dövlət üçündür. Bəli, qeyd olunan hissə sırf işə götürən tərəfindən və agentlik üçündür. Digər hissəmiz isə vətəndaşlarımız bu prosesləri sırf agentliyin rəsmi internet səhifəsindən, dema.gov.az səhifəsindən reyestrlər bölməniz var. Ora daxil olmaqla vasitəçilər keçid etməklə, hansı ki orada nə qədər vasitəçi var, həmin vasitəçilərə tanış ola bilər və ümumi olaraq yenə dediyim kimi ilk növbədə oradan tanış olmalı, daha sonra istifadə etməli təqdirdə isə baxaraq istifadə etməkləri tövsiyə olunur. Vasitəçilər əmasda yaradılmış bu bölməyə necə daxil ola bilərlər? Hansı üsullardan istifadə edərək? Birbaşa olaraq işə götürən öz şəxsi kabinetlərində yenə eyni qeyd elədiyim kimi elektron və ya asan imzalarına daxil olmaqla, hansı ki sırf bu vasitəçi fəaliyyətlə məşğul olan işə düzəltmədə vasitəçi fəaliyyətlə məşğul olan şirkətlər var. Onların iqtisadi fəaliyyət növündə vasitəçilik seçiblərsə və ya bu işlə məşğuldursa, öz kabinetlərində də həmin bölümü avtomatik şəkildə əks olunur və keçid etməklə reyestrə düşməyiblərsə, ilk növbədə reyestrə müraciət etməklə reyestrə düşə bilirlər. Daha sonra isə ayın hər gün orada məlumat mübadiləsi aktivdir. Məlumatları gündəlik olaraq ərzində məlumatları daxil edə bilər. Daha sonra isə ayın sonunda isə hər ayın 5-nə qədər məlumatları topladığından sonra isə məlumat mübadiləsi, yəni hesabatı təqdim edə bilərlər. Vüqar bəy, bilirik ki, işə götürənlərlə Dövlət Məşğulluq Agentliyinin sıx əməkdaşlığı var. İndi burada təkcə vasitəçiləri nəzərdə tutmuram və onlarla müxtəlif proqramlar həyata keçirilir, müxtəlif xidmət sahələri elektronlaşdırılır. Başqa hansı elektron xidmətlərimiz var məhz işə götürənlərlə münasibətdə? Bildiyiniz kimi, agentliyin ümumi olaraq aktiv məşğul tələblərinin qeyd edildiyiniz kimi bir neçə hissəsi sırf işə götürən nisbətdə olan hissələrdir və bu istiqamətdə elektronlaşma ilə bağlı ilk və ən əsası mən vakansiya bankını deyərdim. Niyə ən əsas deyirəm? Çünki birbaşa olaraq həm bizim regional məşğulluq filiallarımıza, xidmət şöbələrimizə və dost mərkəzlərinə vətəndaşlar müraciət edərkən vakansiya bankı ən önəmli xüsusiyyəti ondan ibarət ki, işlə təmin edilmədə ən əsas rolu vakansiya bankı oynayır. Bu xidmətin mahiyyəti nədən ibarətdir? İşə götürən boş olan və işçi tələb edən iş yerləri barədə məlumatları məşğul haqqında Azərbaycan Respublikası qanununa əsasən 5 iş gün ərzində vakansiya bankına daxil edirlər və bunun əsasında da mərkəzə müraciət edən vətəndaşlarımız boş yerləri barədə tanış ola bilirlər. Bu istiqamətdə ilk növbədə vakansiya bankını qeyd edə bilərik. Daha sonra sosial iş yerləri üzrə əmək haqqının bir hissəsinin maaşlanması proqramı barədə bildirə bilərik ki, burada da işə götürənlərin həvəsləndirilməsi və vətəndaşlarının işlə təmin edilməsi xüsusi rol oynayan bir proqramdır. Bu proqram da elektronlaşdırılmışdır. Kvota iş yerləri barədə də deyə bilərik ki, kvota iş yerləri də sosial müdafiə xüsusiyyəti olan şəxslər üçün işə götürənlər üzərində müəyyən edilmiş minimum iş yerlərinin sayıdır ki, bu da ki, hər bir işə götürənə şamil edilmir. Orta illik sayı və kvota şamil edilmə müəssisələrin siyasi istisna olmaqla digər işə götürənlərə aiddir və kvota iş yerləri də artıq elektronlaşdırılmışdır. Daha sonra isə biz indi sizin də qeyd elədiyiniz kimi işə düzəltmədə vasitəçi fəaliyyətlə məşğul olan hüquqi şəxslərlə bağlı olan hissəni qeyd edə bilərik ki, bu istiqamətlər işə götürənlər üçün birbaşa olaraq elektron qaydada əlçatan
edilmişdir. Bilirik ki, əmək və məşğulluq halk sistemi üzərində təkmilləşdirmə işləri aparılır, davam edir və eyni zamanda yeni elektron xidmətlərin də üzərində işlər gedir. Başqa hansısa istiqamətlərin, məhz sosial tərəfdaşlarla olan əlaqələri nəzərdə tuturaq, elektronlaşması gözlənilirmi, varmı planda 2026-cı il üçün? Bəli, cari il ərzində nəzərdə tutulan bir neçə proqramımız var ki, hansı ki artıq növbəti il, ötən ildən bizim istifadəyə verdiyimiz məqsədli proqramlar, kodla əlavə iş yerləri, çalışırıq bu il cari 2 proqramın da elektronlaşma tərəfini həyata keçirək və birbaşa olaraq orada da işə götürülən müraciətləri elektron qaydada daxil edək, elektron qaydada emal olunsun və işə götürülənlər də şəxsi kabinetlər vasitəsilə birbaşa olaraq müraciətləri qəbul edək və onların cavablandırmasını da elektron qaydada həyata keçirək. Yəni bu iki istiqamətdə düzdür, daha bir neçə istiqamətimiz də var, amma bu il daha çox hər iki aktiv məşğulluq tədbirinin proqramının istiqamətində daha çox elektronlaşma istiqamətində çalışacağıq ki, elektronlaşdıra bilək. Yəni növbəti dəfə artıq elan veriləndə onlar üçün bir müraciət forması hazırlanmasın, elə əmək vasitəsilə müraciət edə bilsinlər. Bəli, birbaşa olaraq həm kvotdan əlavə iş yerləri, kvota iş yerlərinin bir davamı kimi kvota iş yerlərini öhdəni yeni yetirənlər üçün kvotdan əlavə iş yerləri, digər aktiv məşğul tədbirimiz olan isə məqsədli proqramlar vasitəsilə də birbaşa olaraq qeyd edildiyiniz kimi artıq müsabiqə elanları, müraciətlərin qəbulu, müraciətin başlaması, bitməsi, müraciətə baxılması da həmin proqramın daxilində birbaşa olaraq əmək vasitəsilə cari il ərzində hədəflərimizdən biridir ki, elektronlaşma kimi həmin hər iki xidmətdə istifadəyə verə bilək. İşə düzəltmə vasitəçilərinin fəaliyyəti ilə bağlı bəs bundan sonraki dövrdə hər hansı bir yeniliyin tətbiqi gözlənilirmi? Bununla bağlı işlər? Yenilik daim mütəmadi şəkildə əlbəttə çalışırıq ki, əmək bazarının mütəmadi olaraq dəyişən reallığına uyğun olaraq biz mövcud vasitələrimizdən istifadə etməklə həm elektronlaşma, həm də qanunverici tərəfindən müəyyən istiqamətlərdə artımlarımız, dəyişikliklərimiz olacaqdır. Yəni növbəti hədəflərimiz sırf əsasən bu prosesdə elektronlaşma ilə paralel qanunverici tərəfinin də təkmilləşdirilməsi və həmin prosesin də istifadəyə verilməsidir. Təşəkkür edirəm sizə Vüqar bəy, gəldiyiniz üçün və ətraflı məlumat üçün. Mən də özüm sizə təşəkkür edirəm. Sizin vasitənizlə hansı ki, sadaladığımız proqramlardan ən sonuncu olaraq işə düzəltmə vasitəçiliyi fəaliyyətlə məşğul olan işə götürənlərə bir çağırış edərdik ki, bu proqramda hansı ki, elektronlaşma ilə bağlı olan hissədə işə düzəltmə vasitəçiliyi fəaliyyətlə məşğul olan hüquqi şəxslər də birbaşa olaraq əmək və məşğulluq sisteminə keçid etməklə reyestrdən qeydiyyatdan düşmələrini, həmin reyestr əsasında məlumat mübadiləsi etmələrini tövsiyə edərdik ki, müvafiq olaraq qanunvericinin tələblərinə riayət edilsin və ümumi olaraq da agentliyin hansı ki, ümumi olaraq işə götürənlərə hansı aktiv məşğulluq tədbirlərimiz var, həmin proqramlardan da aktiv şəkildə istifadə etməyə çağırır və əməkdaşlığı qarşı tərəflərə bildiririk. Təşəkkür edirik sizə bir daha. Belə hörmətli tamaşaçılar, iş saatını izləyirdiniz. Bu dəfə işə düzəlmədə vasitəçilik fəaliyyəti həyata keçirən hüquqi şəxslərlə bağlı yaradılmış bir bölmədən danışırdıq. Bu barədə ətraflı məlumat verdik. Ümumilikdə 2026-cı ildə əlbəttə ki, yeniliklər, Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilmiş yeniliklər davam eləyəcək. Bu barədə ən son məlumatları elə Dost TV və Dövlət Məşğulluq Agentliyinin rəsmi sosial şəbəkə hesabları vasitəsilə əldə edə bilərsiniz. İş saatında bugünlük sizə çatdıracaqlarımız bu qədər. Növbəti həftə yeni bir mövzu ilə qarşınızda olacağıq. Görüşərik. Hələlik.